Herkese salam kızlar, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Necəsiz? İnşallah hər kəsin keyfi əhvalı yerindədir. Dünən bir vlogumu sonlandırdım. Sizlərlə artıq paylaşmışam. Bugün paylaşdım sizinlə və yeni bir vlog başladıram. Həmin o vlogda dırnaqlarımı düzəltmişdim, sadəcə çəkməmişdim. Məndə dırnaqlarımda bir problem yaranıb. Özüm də bilmirəm sırf nədən qaynaqlıdır bu problem. Dünən düzəltmişdim dırnaqlarımı, amma yenə çıxarmalı oldum. Dırnaqlarımı çox incidir, barmaqlarımı daha çox incidir. Bəzi səpkilər falan yaranır. Ona görə də daha çox zədələməmək üçün qaşıntı verir. Bəzən olur ki, gecə belə yuxudan oyanıram, həmin qaşıntı səbəbilə oyanıram, əlimi qaşımaq istəyirəm, çox incidir. Bilmirəm nədən qaynaqlıdır. Hələ səbəbini tam anlaya bilməmişəm. Ona görə də dedim dırnaqlarımı çıxardım. Qabları da yuyanda belə bəzən olur ki, əlcəklə yuyuram ki, hər hansısa bir feyri falan daha çox ziyan verməsin əlimə. İndi isə yeni bir vlog başlatmaq istədim. Keçən dəfə sizinlə çörək cemini hazırladım. İndi fikirləşirəm ki, cheesecake-imi də hazırlayım. Və gəldim bir dənə bunu sizə göstərim. Belə bir paltar almışam Temudan. Material olaraq sintetikadır, amma əynində duruşu çox gözəl qalır. Burada şalvarıdır və cibləri də var. Şalvarında belə enli bir şalvardır, yəni boş tökülən bir materialdır. Bu da koftasıdır. Arxası bu şəkildə rezinlidir və qırağından özünə aid kəmərləri var. Həmin bu kəmərlərlə bağlamaq olur. Belə yaxasını, qabaq hissəsini bağlamaq olur. Çox gözəl bir dəstdir. Çox bəyəndim. Yanınıza almağı tövsiyə edirəm. Əgər yəni belə bir şeylər geyinirsinizsə, çox gözəl bir duruşu var əynində və bunu da istədim sizinlə bölüşüm. Şalvarı da, yəni koftası da elədir ki, şalvarın örtür, arxa hissəsini falan, hər şeyini örtür. Yəni çox açıq da qalmır. Və kodunu da yazdım sizlər üçün. Axtarış yerinə yazsaz, həmin bu paltarı tapa bilərsiniz. Bu koftanı da keçən il almışdıq. Elə bir yerdə kargosunu açmışdıq. Bunu hər dəfə geyinəndə deyirlər ki, tərsinə geyinmirsən, amma dikişləri belədir. Bu da uzun bir koftadır. Şalvarın üzərindən falan geyinmək olar. Bir də qızlar, sizə belə bir şalvarı göstərmək istəyirəm. Həm də bu sevincimi də sizinlə paylaşmaq istədim. Bu şalvarı mənə yoldaşım keçən il almışdı. Alanda da çox bəyəndim. Üzərində belə qaşları var. Amma əynimə olmurdu və dedim ki, başqa razmeri var ya yox. Dedi ki, yox, başqa razmeri yox idi. Elə ən böyüyünü götürdüm. Burada da hələ XL razmeridir. Görün, indi mən neçə razmer geyinirəmmiş də, yəni. Və bu şalvar, qızlar, mənim artıq əynimə olur. Bunun keçən dəfə Ceyrangillə gəzməyə gedəndə keçirtdim əynimə. Dedim, bəlkə biraz arıqlamışam da. Yəqin ki, olar. Və əynimə oldu. Deyəsən, bunun da etiketi qalıb üstündə. Fikir verməmişəm geyinən zaman. Vay, biabır olduq. Amma ki, uzun kofta ilə geyinmişdim, inanmıram. Görsənsin koftanın altını. Hə, qızlar, yəni deməyim odur ki, insan istəyəndə hər şeyi bacarır. Çox şükür, arıqladım. Özümə söz vermişdim ki, bu şalvarı geyinəcəm. Yəni, elə arıqlamalıyam ki, geyinəcəm. Həmin ərəfələrdə, düzdür deyirəm, bir il əvvəl almışdı. Həmin ərəfələrdə geyinə bilməmişdim, arıqlaya bilməmişdim. Sonra da yadımdan çıxmışdı, qalmışdı şkafda. Amma artıq arıqlamışam və bu şalvar da əynimə olur. İnşallah bu şalvarın bol olan vaxtı da gələr. Biraz da arıqlayaram və deyərəm ki, artıq bu şalvar mənim əynimə boldurur. Və belə qızlar, gedirəm indi cheesecake-imi hazırlamağa. Bu sevincimi sizinlə paylaşmaq istədim. Deməli qızlar, burada hazırladım. Deməli, burada 200 qram smetandır və 500 qram da pendirdir. Labnə pendirdə istifadə edə bilərsiniz. Villi firmasının. 3 ədəd yumurtadır. 3 xörək qaşığı nişastadır. 1 stakan da şəkər tozudur.
Bunlar pendir hissəsinə, yəni krem hissəsinə gedəcək. Qızlar, sizinlə bir mövzu haqqında danışmaq istəyirəm. Keçən dəfə Shortsda Qaynatamgilin evini paylaşanda bir xanım yazmışdı ki, gələcək gəlinə ayrıca hamam tualeti yox, ayrıca bir ev lazımdır. Qızlar, bunun ikincisini istifadə eləmədim. Bəs elədi bu, yəni. Qısa olaraq onu deyə bilərdim ki, bu mənim şəxsi fikrimdir. Evi ev edən xanımdır, evin xanımıdır. Əgər gələcək gəlin də hər hansısa bir şey xoşuna gəlməsə, əlbəttə ki, biraz ekonomiya eləyə bilər, başqa bir evə də çıxa bilər. Yəni olan budur. O evə də bir gəlin gəlməlidir. Qaynım inşallah evlənməyi fikirləşir. Bir gəlin gəlməlidir o evə də. Əgər hər hansısa bir şey ona xoş gəlməsə, əlbəttə ki, daha sonradan ayrıca bir evə də çıxa bilərlər. Onları heç kim tutub saxlamır. Sadəcə qəlbə yağlı kağızı qoydum. İndi də o piçeni hissəsini tökəcəm qəlbin içərisinə. O ev tikilib təmir olunub ki, bir xanım gəlsin o evə, bir gəlin gəlsin və hamam tualetin də olmağı heç bir əskilik deyil. Əksinə bir artıdır ki, bir plusdur ki, onun otağında elə bir şəraiti var. Yəni öz başın, öz ayağın, hər bir şeyin öz əlvin altında. Zamanla isə hər bir şey öz yerinə oturar. İnşallah ayrı evdə istəyən gəlin, yəni ayrı bir ev üçün də cəhdlər göstərər. Hər bir şey də olar. Əgər ümumiyyətlə o evdə xoşbəxtçilik yoxdursa, huzur yoxdursa, istəyir ayrı yaşasınlar, istəyir bütün külfət bir yerdə yaşasınlar. Yəni onun heç bir ona aidiyyatı yoxdur. Əsas insanların xarakteridir, bir-birlərini anlayışla qəbul eləmələridir. Digər qalan şeylər hamısı vaxtı ilə öz yerinə oturur. Qızlar, keçən dəfə hazırladığımız cemə baxın. Çox gözəl də qalıb. Artıq 4-cü, 5-ci gündür bunu hazırlamışam. İndi cheesecake-imi də qoydum bişməyə. O da bişsin. Daha sonra da cemin üzərinə tökəcəm və soyuducuya qoyacam. Cheesecake-imiz də artıq bişir. 1 saata yaxındır. 45-50 dəqiqə saxlayırdım həmişə, amma gəldim gördüm ki, mənim oğlum götürüb bunun temperaturunu azaldıb. Ona görə də biraz çox qaldı. Mən də fikir verməmişəm. Arsa bir 10-15 dəqiqə elə az temperaturda bişirmiş. Mənim də xəbərim yox imiş. Yaxşı ki, əlini yandırmayıb. İndi bunun ağzını bağlayayım. Bişsin orada. Məndə duxovkanı qoymağa yer yoxdur deyə elə şkafın içərisinə qoyuram. Lazım olanda da çıxardıb istifadə eləyirəm. İndi bu da bişsin. Görək axırı necə olur. Və qızlar, artıq çıxartdım cheesecake-imi sobadan. Biraz soyulsun. Üzərindən cemini də tökəcəm. Görün mən nə eləmişəm də. Bayaqları köhnə cheesecake videoma baxırdım. Görürəm ki, bunun yağlı kağızı alt hissəsinə sadəcə sərmişəm. Və bunu da mən nə zaman gördüm, artıq bütün bu pendiri falan tökəndən sonra artıq sobaya qoyurdum. Sadəcə o videoda baxdım ki, görəsən neçə dərəcədə bişirmişəm, tam dəqiq olsun da. Yəni çünki belə şeyləri unuduram. Ona görə də baxdım digər videoya, orada da görürəm ki, bunu götürüb yağlı kağızı alt hissəsinə, o əlim yandı. Yağlı kağızı alt hissəsinə qoymuşam. Mən də səhvən bunu indi belə elədim. İnşallah çıxardanda bir problem olmaz. Çünki yəni dağılma ehtimalı ola bilər də. Gərək alt hissəsinə qoyardım. Burada səhv elədim biraz. Üzərinin qızarmağı ilə də problem deyil. Biraz bu hissələri belə nahamardır. O da olsun, üzərinin qızarmağına qoymuşdum. Ona görə şişdilər. Belə amma yaxşı çıxar inşallah. Belə məncə tam bişdi. Problemi də yoxdur. İndi biraz soysun. Bunu götürün buradan. Biraz soğuyandan sonra da cemini töküb qoyacağım soyuducuya. Özünü tutsun. Şərhlərinizi oxuyuram bir tərəfdən. Dediyim kimi bugün vlog qoymuşam. Şərhlərinizi oxuyuram. Çox gözəl şərhlər yazırsınız. Təşəkkür edirəm hər birinizə. Əgər abunə deyilsiniz, zəhmət olmasa abunə olun. Dəstəyiniz də mənim üçün önəmlidir. Hər birinizə ayrı-ayrılıqda çox istəyirəm. Hər biriniz, yəni bacılarımsınız siz mənim. Ona görə də zəhmət olmasa abunə olaraq mənə də dəstək ola bilərsiniz.
Daha əvvəlcədən də dediyim kimi əlimin dərisi çox həssaslaşıb. Dırnaqlarım, əllərim, barmaqlarım çox həssas olub suya qarşı. Ona görə də əlcəkdən istifadə eləyirəm son vaxtlar qab falan yuyanda. Cheesecake-im də artıq soyudu. Üzərinin cemini tökəcəm. Mütləq hazırlayın bundan qızlar. Çox dadlıdır. Fərqli meyvələrlə hazırlaya bilərsiniz. Apelsin, limon, malina. Malina ilə də çox dadlı olur. Mən ilk dəfə malina ilə hazırlamışdım və çox bəyənmişdik. Cemimi də tökdüm qızlar. Bu qəlbin qırağını birinci çıxartmışdım. Sonra da dedim ki, elə qoyum üzərinə. Axma falan olmasın. Həm də hər tərəfi eyni qalsın heç olmasa. İndi bunu qoyuram soyuducuya, özünü tutsun. Kəsəndə də sizinlə mütləq paylaşacağım. Şirniyyatımı hazırladıqdan sonra keçid elədim yeməyimizi hazırlamağa. Vermişil qovurdum qıymə ilə. Qıymənin də içərisinə tomat, pomidor da istifadə edə bilərsiniz. Olmasa tomat. Biber də əlavə elədim bu dəfə. Tez bazar həm doyumlu, həm də dadlı bir yemək alındı. Vermişli ümumiyyətlə bizim evdə çox xoşlayırlar, bəyənirlər. Və burada da cheesecake-imi kəsdim. İçərisinin gözəlliyinə baxın. Krem pendir hissəsi tam bişib. Dadı da ki, hər zaman kimi mükəmməldir. Mütləq sınayın. Burada da vlogumu sonlandırıram qızlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Əgər abunə deyilsinizsə, zəhmət olmasa abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.